nədir? Bu nədir? Bilirsinizmi, İslamı ən çox elə müsəlmanların özü gözdən salır. İslama müsəlmanların özü qədər heç kəs zərər vurmayıb və zərər vurmur. Bu nədir? Bu nə xurafat? Ərbəyin özlüyündə çox gözəl, möhtəşəm bir müsəlmanların şölənidir. Bunu İmam Hüseynə, Ərbəyinə layiq şəkildə yaşamaq, təbliğ etmək, həyata keçirmək lazımdır. Bu cür cılız, bu cür bəsit, bu cür xurafatlar, bunlar Ərbəyini gözdən salır. Bunu etməyin. Bu pisliyi İmam Hüseynə etməyin. Əslində belə etməklə güya ki, o Ərbəyinə daha çox belə nüfuz qatırsınız, amma qat-qat gözdən salırsınız. Bunlara ehtiyac yoxdur. Sizcə İmam Hüseynin özü bax bunu görsə, bax bu səhnəni görsə, nə deyərdi? Nə? İmam Hüseynə layiq şəkildə addım atın. Ona layiq şəkildə davranın. Davrana bilmirsinizsə, bu cür rəzalətlərə də əl atmayın.